hürmetli müminlerden icazə və izin istəyirəm ki, bəhsimizdən ayrılaq və bu ay ki, Zilhəccə ayına daxil olmuşuq, bu barədə bir neçə kəlmə hürmetli müminlerin vücudilerinden, huzurlerinden istifade eder. Bir ayet Kur'an'da Yasin suresinde meşhurdur. 54. ayet. Onun barəsində ulema bir şey deyiblər, yazıblar. Mən az da olsa o barədə açıqlama verirəm. Taim ki, o mətləb ki, nəzərdə tutmuşam, o mətləbə bu müqəddimə ilə çatam. Ayə belədir. Fəl-yevm la tuzləmu nəfsun şeyən və la tujzəvnə illə ma kuntum tə'məlun. Deyir ki, kıyametin gününde Allah hitap edir. Buyurur ki, insanlara فَالْيَوْمْ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا Zerre kadar bugün birine zulüm olmayacak. وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ Niye zulüm olmayacak? Çünkü biz size bir şey vermeyeceğiz ki az ola ya çok ola. Sizin öz emellerinizi özünüze vereceğiz. Eğer öz verdiğin emeli mənə veribsən, tapşırıbsan, mən onu saxlamışam, onun özün sənə verirəm, mən buradan nə zülm eləyə bilərəm? Niyə mən zaliməm? Niyə fikirləşirsən kiməsə zülm olub burada? Bundan yaxşı ədalət olmaz. En güzel adalet budur ki, sen özün mənə nə veribsən, zərrə qədər mən ona nə artırmıram, nə ondan əskiltmirəm. Onun özüm verirəm sənə. İnnəmə hiyə ə'malukum turaddu ileykum. Bu sizin öz əməllərinizdir, sizə verilir. Bundan o yana nə ədalət ola bilər? Bu ayənin mənası. İki dənə bu barədə irad olur. Biri ortabab, biri mühüm. Mən ikisini də deyirəm, amma o ikincisi ki mühümdür, onun barəsində çox təkid edirəm. O iki dənə irad ya iki dənə şübhə deyək. İki dənə şübhə. Bu ayənin barəsində bəyan ediblər. Nə diyor şübhələr? O şübhələrin biri budur. Deyir ki, kıyametin gününde Allah'ın insanlara
cəza verməyinin nə mənfəəti var? Yəni nə olsun? Bu bir şübhə. Deyirəm ki, qardaş, sualı biraz açıqla da, izah ver mənə, şərh ilə. Bu azdır. Məni başa sal, görüm sən nə demək istəyirsən. O belə şərh edir. Mən onun adından şərh edirəm. Yəni, əgər bu iradı eləyən oğlan özü burada olsaydı da elə belə şərh edərdi. Yəni, onun şərhində də mən xiyanət eləmirəm. Necə deyərdi, elə mən də o cür deyirəm. Deyir ki, dünyadakı cinayət eləyənə cəza verirlər, onun mənfəəti var. Dünya, ahirət kimindir? Dünyada günah eləyən, cəza eləyən, xilaf eləyən, cəza verilir ona, 3 dənə faydası var. Birinci faydası budur ki, o cinayət eləyəni başa salırlar, tənbih edirlər, ta bir də belə iş görməsin. Düz deyil. Bu bir fayda. İkinci fayda budur ki, başqaları da ondan ibrət götürsün. Görsün ki, bu cinayəti elədi, o cəzanı da aldı. Sabah əgər başqası da o cinayəti eləsə, o cəzanı alacaq. Qoy, onlar da günah və cinayət fikrinə düşməsinlər. Bu ikinci fayda. Düzdür ya düzdür? Yaxşı söz deyir bu. Bu iki. Üçüncüsü budur ki, o cinayət eləyən adam kiməsə cinayət eləyir, məsələn, onun malını aparır, bu oğrunu mücazat eləyirlər, cəza verirlər, ta o malı gedənin ürəyi toxtasın da biraz. Onun malı gedib axır. Ya başqa bir cinayət, oğurluq bir cinayətdir və başqa cinayətdə o adamın ki, barəsində cinayət olub, onun ürəyi sakitləşir, görəndəki cinayət eləyənə cəza verdilər. Bu 3 dənə fayda dünyada var. Amma ahirətdə bunların heç birisinin mənası. Ahirətdə Allah gəlir, cəza verir. Nə üçün? Bu bir də onu eləyəcək. Deyəsən, qoy təkrar olmasın. Başqaları ibrət götürəcək. İş işdən qutarıb gedir. Day nə ibrət? Dünya diyor ki, bir də gedə bu. Başqası da gedə bu işi görər. O adama ki, cinayət olub, onun ürəyi sağalacaq. Dünya dəyişilib, qutarıb, gəlib keçirlər bu dünyaya. Dünyada cinayət eləyənə 3 dənə fayda var, o 3 dənə faydanın heç birisi ahirətdə yoxdur. Nəticə budur ki, pəs bu ki, Quran deyir, qiyamətdə belilərəm, onun nə faydası var? Bu bir. Şübhənin biridir. Necə şübhədir? Əla. İkinci şübhə ondan yağlıdır. Mühüm bu ikincisidir. İkinci şübhə deyir ki, dünyada əməl ilə ya günahla, günah əməl eyni şeydir. Günahla cəzanın uyğunluğu var bir-birinə. Amma ahirətdə günahla
cəza bir-birinə uyğun gəlmir. Necə? Şərhi budur. Məsələn, dünyada bir nəfər vurub birini öldürür. Qatil vurub birini öldürür. Bu öldürənə ölüm cəzası verirlər. Bu ağla batır. Onu öldürmüşdü, bunu öldürdülər. Bağışlasaydılar olardı. Amma uşağın atası bağışlamadı. Ya atanın balası bağışlamadı. Ona verdiler ölüm cəzası. Ölüm cəzası ilə qatil olmaq bir-birinə uyğundur. Bir nəfər gedib bir damı yarıb, cinayət eləyib, kiməsə qərarorxu gəlib, malı götürüb, aparıb, indi bunu tutublar. Filan maddiyə əsasən 10 il buna iş kəsirlər, iş verirlər. Bu uyğundur. O cinayət eləyib, gedib filankəsin damın yarıb, qapısını sındırıb, içəri girib, malın aparıb. İndi bunu aparıblar məhkəmədə, 5 il buna iş verirlər. O cinayətinə bu hökmü ki ona verilir, uyğun gəlir bir-birinə. Amma ahirətdə belədir. Ahirətin günahları bu cürdür. Bir dənə yalan danışıbsan, 100 il cəhənnəmdə otun içində yanırsan. Bu uyğundur. 50 il dünyada yaşayıbsan, 50 il dünyada müşrik yaşamışam mən. Laf kafir yaşamışam. Amma nə qədər dünya var, nə qədər Allah var, bu insan cəhənnəmdə yanacaq. Çünki Quran belə deyir də, deyir, ulaikə əshabun nar, hum fiyha xalidun. Xalidun yəni əbədi. Bu uyğun gəlmir bir-birinə, tənasüb yoxdur. Bir-birinə münasib deyirlər. Bu necədir? Aydındır. Yaxşı. İndi bunu sizdən soruşsalar, nə deyəcəksiniz? Deyəcəksiniz, əla. Allah rəhmət eləsin. Allamə təba-təbai. O vaxt mən təzə quma getmişdim. 1 il, 2 il idi. Bu sualı, bu ayəni onda görməmişdim mən. Bunları mən sonra oxumuşam kitabda. Amma onda o vaxt buna oxşar bir sual vardı. Mən o sualı Əllamədən soruşdum. Soruşmağım da buydu ki, mən onun şagirdi deyildim o vaxt. Onun şagirdi böyük filosoflar idi. Fəlsəfə ustadları onun şagirdi idi. Mütəhhəri kiminlər onun şagirdi idi. Mən onunla bir avtobusun içində səfərə gedirdim, gördüm Əllamə də gəldi, oturdu. O da gedirdi Tehranda hər həftə. Avropadan gəlirdilər, fəlsəfə barəsində suallar soruşurdular, bu da cavab verirdi. Hər həftə gedirdi, bir iclasları vardı. Bu da gedirdi ora. Mən baxdım, gördüm, maşın gedir, bu da oturub, sakit. Fikirləşdim, nəsə tapım gedir bundan bir şey soruşur, heç olmasa. Heyfim gəlirdi ki, o sakit oturmuşdu. O sualı mən ondan soruşdum, çox gözəl, mükəmməl. Mən türkçü soruşdum, Azərbaycanlı idi, təbrizli idi. O da elə türkçü, Azərbaycan dilində çox gözəl ona açıqlama verdi, qeyd eləmişəm, dəftərində qalır. Onun bir azın burada istifadə edəcəm, hamısı bura aiddir onun. Bu sualların və bu kimi sualların, sual birazandır. Yəni bundan artıq da şərhi yoxdur. Elə bu şübhəni deyənlər olsaydılar, belə şərhi verərdilər.
Bu şübhələrin cavabı belədir. Deyir ki, bu şübhələr hardan yaranır? Bu şübhələr oradan yaranır ki, biz ahirətə dünya gözü ilə baxırıq. Ahirətə ahirət gözü ilə baxmaq lazımdır. Biz oranı görməmişik axı. Biz oranın ölçülərin buranın ölçüsü ilə ölçürük. Yox, oranın özünün ölçüsü var, buranın da özünün ölçüsü var. Necə təzyiqin özünün ölçüsü var. Day təzyiqi gətirib işığın ölçüsü ilə ölçməzlər. İşığın da başqa ölçüsü var. Telefonun da başqa ölçüsü var. Suyun sayğacının da başqa ölçüsü var. Day onu çartıq tərəzisində ölçməzlər. Çartığın da özünün ölçüsü var. Parçanı metrlə ölçərlər, suyu da litrlə ölçərlər. Biz gəlir suyu metrlə ölçürük, parçanı litrlə ölçürük, düz çıxmır, uyğun gəlmir. Əgər hər şey öz ölçüsü ilə ölçə bilək, ya ölçənlərin sözü düz başa düşək, onda bu şübhələrin hamısı həll olacaq. Necə? Bunun izahı nədir? Bunun izahı budur. Dünyada sözün canı bırakır. Mən müminlərdən də xahiş edirəm ki, biraz artıq diqqət edəyələr ki, bu sözü mən bilim ki, deyə bildim və çatdıra bildim. Əgər şübhə qalsa məndəki çatdıya çatmadı, gecə yata bilmərəm. Deyir, bu dünyada əməl ilə o əməli eləyən iki şeydir. Əməli eləyən ilə hökmü verən iki adamdır. Zeyd adında bir nəfər gedib oğurluq eləyir, belədir. Xalid adında bir adam gəlib ona hökmü verir. Belədir. İki adam deyil, iki adam deyil. İki adamdır. Əməlinə cəza da iki deməkdir. Necə o əməli eləyən ilə cəzanı verən iki adamdır. Elman oğurluq eləyib, Telman da ona iş verir. İki adamdır bu. Əməl ilə cəza da iki adam, iki kişi. Əməl oğurluqdur, cəza zindan. Düzdür. Amma ahirət belədir. O ki deyirəm, ölçüləri düzə götürmürük, o budur. Ahirətdə nə əməl ikidir, nə əməli eləyəninlə cəza verən ikidir. Əməl cəzanın özüdür. Cəza da əməlin özüdür. Aynı şey deyil ola. Əgər belə olsa, məsələn, genə bir misal deyim mən. O misal budur. Zeyd adında bir adam oğurluq eləyir. Xalid adında bir adam onun əlin kəsir. Ya ona iş verir, zindan verir. Bu oğurluq, bu sirqət bir əməldir. Əl kəsmə ya zindana getmə, o da bir əməldir. Əgər belə olsa, onda sən deyən düzdür. Onda sənin sözün düzdür. Onda demək olar ki, yaxşı, bunun nə faydası var? Elman oğurluq eləyib, Telman qiyamətdə ona iş verir.
Əgər belə olsa sən deyən düzdür. Təslim. Amma belədir. Ahirətdə necədir? Ahirətdə, bunu təkrar edirəm, məqsədim var. Ahirətdə cəza o əməlinə ikisi eyni şeydir. Amil o əməli eləyənə, cəza verən də ikisi bir adamdır. İki adam deyil. Bu necə? Məsələn, bunun da misalı budur. Sən gedirsən, bir dənə buğdanı əkirsən. O buğdaya zaman keçir. Buğdadır, attın torpağın içine. Üstündən keçdi 6 ay. 6 aydan sonra salxım buğdalar oradan götürürsən. Düzdür ya düzdür. Belə deyil. Bir dənə üzümün tumu atırsan torpağın içine. Neçə aydan sonra salxım üzüm oradan götürürsən. Yaxşı. Burada bu üzümlərin salxımıyla o tum iki şeydir. Bu salxımlarla o torpağa attığın tum ikisi bir şeydir. Ayrı şey değil. Bir tane tumu atırsan torpağın içine, o tumun özü dişi olup üzümün salxımları. Başka şey karışmaz diyor. O özü böldü, zaman çeşdi, oldu salxım. İndi əgər otuma sen bakasan, deyəsən ne faydası var bunun? Hiç faydası. Ya min faydası. Bu sualın yeri yoktu. Ne faydası demeyin yeri yoktu. Niye yoktu? Çünkü o əməlin özüdür. Ayrı şeyler düşüyor. Eğer bir tane tumdan 10 tane salxım üzüm götürürsen, sen diyebilirsen bununla onun uygunluğu yok değil. Onu başka adam vermek ki diyesen uygunluğun var ya yok. Öz əhdüyün tum değil, zaman çeşdi oldu o. O öz əməlindir. Əməlin özü diyor. Nəticə. Nəticə budur. Bu dünyada Allah bir qanun var. O adamlar ki gəlirlər bu dünyada yaşamağa, ana vətinindən keçdi, gəldi dünyaya. Gərək bu dünyanın qanunlarını tanıyan, özün o qanunlarla uyğunlaşdırar. Əgər belə olsa yaxşı yaşayacaq və ömründən, həyatından nəticə alacaq. Əgər belə olmasa olmayacaq. Misal, hər ölkənin bir qanunu var. Hər ölkənin bir qanunu var. Azərbaycanda, İranda da belədir. Hacı gəldi, evə daxil olur. Küçədə, məhəllədə qoyunu vurursan yerə, qurban kəsirsən. Kənddə də belədir, şəhərdə də belədir, rayonda da belədir, kasıb da belədir, pullu da belədir. Belədir. Amma Avropada olmaz. Avropada qoyunu gərək aparasan, sallaxanada kəsəsən. Əgər oradan çıxartdın, kəsdin, sənə cəza verərlər. Allah rəhmət eləsin İmam Xomeyniyə, eşidirsiniz dəfələrinə. Parisə gedəndə, Fransaya ki getdi, Eraqdan çıxartdılar, getdi bir neçə ay orada qaldı, ondan sonra gəldi İrana. Ora gedəndə o, onun ayağının altında
Novello Şato deyilən bir qəsəbə idi, bir yer idi, orada ona yer verdilər. Orada ayağının qabağında o gələndə boyun kəsdilər. Apardılar, pişirdilər. Gətirdilər, süfrə açdılar. O əti pişiriblər, gətiriblər, çörək, nə bilim, nə lazımdır süfrəyə qoyublar, əti də gətirdilər. Deyir, gördük, o çörəkdən, başqa şeylərdən yedi, amma ətdən yemədi. Dedilər, ağa, ət niyə yemirsən? Dedi, çünki bu boynu kəsəndə bu ölkənin qanununa hörmətsizlik olur. Mən əgər bu ölkədə yaşayıramsa, bu ölkənin qanunlarını tanımalı və ona əməl eləməli. Necə dünyada belədir? Əgər belə olmasa rahat yaşamayacaqsan. Moskvanın öz qanunları var, Amerikanın qanunları var, Avropanın qanunları var. Avropada gedib yaşayan oğlan, əgər istəyə oranın qanunlarını poza, başqa bir nəticə alır. Dünyanın, ahirətdə otur. Bu dünyaya gələn oğlan vacibdir bu dünyanın qanunlarını tanısın. Bu qanunları dünyanın yiyəsi elan edir. İki tür qanun elan edir. Bir qanun təşriğini deyirlər adına, bir qanunun adına təkvini deyirlər. Təşriği odur ki, Quran nazil edir bizə. Namaz qıl, oruç tut, həccə get, xumsu ver, belə. Bir qanun da var, şəriətdir. Əməl, əməlin nəticəsi. Bu dünyanın qanunlarındandır. Sarımsağı atıbsan sirkənin içinə. Sarımsaq acıdır. Sirkə nədir? Sirkə də turş. 7 il keçir, 8 il keçir, 10 il keçir. İndi çıxardıbsan, həm su şirindir, həm də o sarımsaq xurmaya oxşur. Elə bir xurma yiyirsən. O oğlan ki sarımsağı atmışdı sirkənin içinə, mənə tapşırıb getmişdi, bu nədir mənə verirsən? Deyirəm, mən üstad eləməmişəm. Öz əməlini verirəm. Bu sənin öz əməlin. Şirindir, sən eləyibsən. Acıdır, sən eləyibsən. Turşdur, sən eləyibsən. Bu sənin öz əməlin. Əgər bir dənə xurmanın tumunu atıbsan torpağın içinə, 10 ildən sonra bir böyük ağac olur, 1 ton xurma götürürsən o ağaçdan. Bəzi xurma ağacından 3 ton xurma götürmək olur. Bir dənə tum diyor. Deyir, uyğundur. Deyirəm, mənə aiddir. Öz əməlim. Mən heç nə eləməmişəm. Bir tum əkibsən, nəticəsi budur ki, indi özünə verirlər bunu. Mən ona nə artırmadım, nə əskilmədim. Buradan aydındır. Bir dənə də mətləb budur. İndi biz özümüz bu aləmdə olan təkvini qanunları biz tanımalıyıq. O təkvini qanunların biri budur. Hər nə verirsən, zəbt eləyir, saxlayır, onu böyüdür, axırda verir. Pisdir, pis verir. Yaxşıdır, yaxşı verir özünə. Bir gətirə mındar sudur. Belədir. Onu atırsan ananın bətninə. Ana heç nə eləmir. Zəbt edir orada. Aləmin qanunu, Allah qoyub bu qanunu və onun nəzarəti ilə olur bu qanun. O böyür, bir damcı su, baxanda deyirsən bir damcı sudur. Olur bir dənə gözəl uşaq, gəlir dünyaya. Deyirsən bu nə?
Deyir, mən istat eləməmişəm. Öz əməlimdir bu. Öz əməlimin nəticəsidir. Nütfə qız nütfəsidir, qız təbil verir özünə. Oğlan nütfəsidir, oğlan təbil verir özünə. Deyir, mən heç iş eləmədim. Öz əməlimin nəticəsi budur. Bütün aləmin yaradılış yanı belədir. İndi bu dünyada, o dünyaya nisbət, məsələ belədir. Bizim əxlaqımızı, o nütfə kimi alır, bizim əxlaqımızı, əməllərimizi, hərəkətlərimizi, hətta əlimizi tərpədirir. Hətta kiməsə göz ağardırsan, hətta kiməsə barmaq silkəliyirsən, hətta birinə əgər məsələn bir söz deyirsən, yüngül onların hamısı zəbt olur orada. Bir müddətdən sonra ya sənə cəhənnəm olur, ya cənnət olur. Heç kim istat eləmir. Deyirsən, mən bir dənə qeybət elədim, sən indi bir ilan verirsən mənə. Deyir, sarımsağı vermişdin acı, şirin xurma yiyəndə heç demirdir. Aləmin qanunu budur. O əməlin təkliyində nəticəsi budur. Zaman keçdi, o ona təbdir olacaq. Çevrilir olur o. Arını görürsən, gedir gülləri yiyir. O yediği güllərin hamısı acıdır. Hamısı acıdıyorlar. Soruşun, bu alimlərdən də soruşa bilərsiniz. Bu arı saxlayanlardan da soruşa bilərsiniz. O güllər ki, arılar gedirlər, yiyirlər, onların hamısı acıdır. Amma arı onu alır, aparır onu eləyir bal. Heç nə baldan şirindir. Bu təklinin qanunudur. Zərrə qədər də biyan oyan olsa hesab bozular. Hamısında hesab var. Yəni, əgər dünyada bunu insan bildi ki, bu əməllər özü böyüyür, ona nəticə verir, onda heç kimdən cilayəsi yoxdur. Heç kimdən şikayəti də yoxdur. Allah da qiyamətdə belədir. Deyir, fəl-yevm la tuzləmu nəfsun şeyən. Heç kimə bir zülm olmayacaq. Çünki və la tuzzəvnə illə ma kuntum tə'məlun. Öz əməllərinizi verilir sizin özünüzə. Hətta Adəm Peyğəmbəri çağırır, hədisdə var. Deyir, ya Adəm, sən bunların babasısan. Gəl bura, dayan bu tərəzinin başında. Mən bunların əməllərini tərəzidən keçirdəcəyəm. Sən özün də bax, gör ki, sənin balaları var, zərrə qədər burada zülm olmayacaq. Hədis belədir. Qum indəl mizan, ya Adəm. Gəl dayan bu tərəzinin başının üstündə. Fənzur ma yurfə iləykə min əmalihim. Bax bunların əməllərinə. Gör bu əməli ki, bu eləmişdi, indi bu əməl böyüyüb, olub bir dənə cənnət. Olub bir dənə cəhənnəm. Verirlər bunun özünə. Deyir, bu nədir mənə verirsən? Deyir, mən vermirəm. Sən bunu mənə tapşırmışdın, indi qaytarıram özünə. Nə üstünə zərrə qədər artırmışam, nə bundan əsilmişəm. Bəzən deyir ki, Zilhəccə ayında 9 gün əgər bir insan oruç tutar. Gün Zilhəccənin biri. Məsələn, ikisi, üçü, ta 9 gün, qurban gününə qədər. Qurban günü oruç tutmaq haramdır. Əgər bir adam Zilhəccənin 9 günün ardıcı oruç tutar, ara vermədən, nəticəsi nədir? Nəticəsi budur ki, onun namə-i əməlinə, əməl məktubuna
ömrünün hamısını oruç yazırlar. Deyirsən, belə şey olar. Deyir, o əməlin xasiyyəti budur. Mən əgər istəyən əməllərin xasiyyətindən bəhs açaq, onda gələn neçə il onu danışaq. Hər bir əməlin iki dənə xasiyyəti var. Bir xasiyyəti şər'i xasiyyətdir, savab verirlər. Bir xasiyyəti də əməlin öz xasiyyətidir. Məsələn, necə? Bir istikan burada maye var. Mən elə bilirəm sudur. Götürürəm, içirəm. Səndə nə bu içkiymiş? İndi mən bilmirdim o içkidir. Elə bilirdim sudur. Götürdüm onu içdim. Şəriətdən mənə cəza var. Hamı deyir, yox. Siz də deyirsiniz, yox. Müştehidlərlə sizin fətvasınıza düşkəniyir. Müştehidlərin hamısının fətvası bu deyil. Deyir, sən ki elə bilirdin o su deyil, həqiqətən. Götürdün, içdin, içəndən sonra bildin ki, içkiymiş. Şər'ən sənə heç günah yazılmır. Şüşəndi işin qutardı. Amma baş necə olacaq? O öz yerində. Niyə? Çünki onun xasiyyəti odur ki, beyni duman edir. Onun xasiyyəti odur ki, insanın beynin duman edir. Şəriətdə sənə günah yoxdur, amma öz xasiyyətin eləyəcək. Gördün? İki qanun aləmdə var. Biri təşriidir, biri təkvini. Təşri Allahın əmri, əməllərin hər birisinin dərəcəsi. Təkvin də öz yerindədir. Bu işığı çəkiblər sini, onun köynəyindən bir qədər sorublar. Sin görsənir. Mən də bilmirəm onda işıq var. Əlimi vururam ona, amma məni öldürür. Mənə intihar günahı yazmırlar. Bilərəkdən əlimi vursaydım, intihar günahı yazardılar. Və intihar günahının cəzası budur ki, tövbası yoxdur. Çünki onunla da öldülər, vaxt qalmadı ki, tövbə eləmək. Tövbasız getdi, yəni cəhənnəmdə. Amma əgər bilərəkdən olmadı, mən əlimi vurdum o simə, o da məni tutdu, öldürdü, mənə cəhənnəm yoxdur, amma ölüm ki var. Çünki onun xasiyyəti öldürmək. Ben ona xahiş edəyəsən, deyəsən bu bilmədi, sən məni öldürmə, o belə şeyləri yoxdur. Onun xasiyyəti yoxdur. Bəzi ibadətlər ki var, oruç belədir, namaz belədir, zikri belədir. Xanım Fatimə Zəhranın zikrinin xasiyyəti budur ki, şeytanı insandan uzaq edir. Savabı nə qədər göz yerində. 1000 rəkət İmam Sadiq Aleyhisselam buyurur, hər kəs namazın qılandan sonra Xanım Fatimə Zəhranın zikrin desə, bir rəkətinə 1000 rəkət yazacaqlar. O Allahın mərhəmətidir. Amma onun xasiyyəti də var. Xasiyyəti nədir? Xasiyyəti budur ki, insanla şeytanın arasını uzaqlaşdırır. Onun xasiyyəti var. Zilhəccə ayının hamısı xüsusilə o birinci 10 günün xasiyyəti var. Allah o xasiyyəti qoyub onda verib bizə, fürsət yaradıb bizə. Deyir ki, nə qədər dünyada düz eləyin bunları. Birinci günün orucu 80 il orucundan bərabərdir. İkinci günün orucunun öz savabı var. Üçüncü günün orucunun öz savabı var.
Ara versən hərəsinin öz savabı var, öz qiyməti. Amma ardıcını əgər oruç tuta bilsən, 9 günü bağlasa bir-birinə, ömrünün hamısını oruç yazırlar. O öz əməlinin nəticəsidir. Ona görə də deyir ki, bax, mən artırmıram, mən əskiltmirəm. Hər əməlin xasiyyəti var. Məsələn, əgər birdən Əssəlamu aleykum və rəhmətullah və bərəkatuh namazı qutardın, durdun, getdin məsələn, telefona cavab verdin, ya qapının zənginə cavab verdin, gəldin, oturdun, xanım Fatimə Zəhranın zikrini dedin, hə? Allahu Ekber, Subhanallah, Elhamdülillah. O zikirlərin savabı var, amma da xanım Fatimə Zəhranın zikridir. Niyə? Çünki onun zikrində gərək ara verməyəsən. Onun xasiyyəti var. Savabı verəcəklər, çünki dilin Allahu Ekber deyir. Dilin Elhamdülillah deyir. Dilin Subhanallah deyir. Onun savabı var. Amma da o xasiyyət onda olmaz. Çünki dəyişkindir. İndi birdən sənin təsbirindən biri qırılır. Sən demə, gündə ki sən Allahu Ekberi 34 dəfə deməlisən, 33 dəfə deyirsən. O 33 dəfənin savabını verərlər sənə. Amma da xanım Fatimə Zəhranın zikridir. Bir də neynə? Laf yarısı da olsa, olmaz. Rəhmətə gedir, oğlun çağırdı. Dedi, oğlum, nə lazımdı yazmışam. Nə lazımdı yazmışam. Onu eləyəcəksin. Amma bir şey sənə deyir, o sənə aid. Deyir, nə diyor? Deyir, bağda bir dənə quyumuz var. Bilirsən ki, deyir, hə, bilirəm, niyə bilmirəm? Deyir, o quyudan yanında bir ağac var. Yadındadır, deyir, bəl yadındadır. Deyir, kürəyini dayarsın o ağaca, ondan sonra ayaqlarını belə qoyarsan. 30 dənə gedərsən. 30 dənə ki getdin, dönərsən sağa, 15 dənə də gedərsən. 15 dənə qutardı, yenə dönərsən sola, 10 dənə də gedərsən, qazarsan, qızılı qoyacaq. Yaxşı, Allah sənə rəhmət eləsin. Apardı, dəfn elədi, malı böldülər, tutardılar, ürəyindəki də ürəyində, getdi ora. Əgər o deyən kimin eləsə, gedib onu tapar. Amma əgər bir dənə ayaq iştibah eləsə, əgər bir dənə ayaq səhv eləsə, tapacaq onu tapmayacaq. Niyə? Çünki o qanun ki var idi, o pozuldu. Zikrilər belədir, virdilər belədir, aləmin hamısında hesab var. Mən birinci dəfə, bu çoxdancıdır, nə bilim, 30 il az qaldı. Almaniyada olanda yazmışdım ki, hardan hara gedəcəyəm yazırdım. Hardan tapa bilirdim? Çünki dəqiqəsinəcən bilirdim ki, məsələn, birdə burada metro minsəm, mən istəyən yerdə 21 dəqiqə işləmiş orada dayanacaq. Gedirdim, 21 dəqiqədən sonra düşürdüm, görürdüm mən deyən yerdim. Hətta bu şəhərdən o şəhərə, ondan Hannoverə mən gedəndə, dedilər, bir nəfər qoşaq sənə. Dedim, lazımdır, çünki yazır. Yazır 11'ə 5 dəqiqə qalanda oturacaqsan, 1'ə 1 dəqiqə qalanda çatacaqsan. Mən 1 dəqiqə 1'ə qalanda harada saxladı, orada düşəcəm, biləcəyim olardı. Düşəndən sonra baxdım, gördüm o deyil. Əgər 2 dəqiqə gec gəlsə, bilirsən neçəsi bir-biri ilə toqquşar. 2 dəqiqə onun biri gec yerindən tərpənsə. Bilirsən neçə yerdə bir-birinə dəyərlər olar. Aləm dəyər bir-birinə. Bax, bu dünyanın bütün hərəkətlərinin hamısının hesabı var.
Gülürsən hesabı var, ağlayırsan hesabı var, verirsən hesabı var, vermirsən hesabı var. Oruç tutursan xasiyyəti var, tutmursan xasiyyəti var. Heç bir şey xasiyyətsizdir. Heç bir şey xasiyyətsizdir. Allah rəhmət eləsin, bundan da sözü qutarır. Bir ustad var idi, mənim ustadım idi, çox pak bir ustad idi. Xüsusi mənə dərs deyirdi. Mən xahiş elədim de diyor, mənim vaxtım yoxdur. Amma mənə xüsusi qəbul elədi ki, mən gündə bir saat gedəm evinə mənə dərs deyə, onu qəbul elədi. Allah rəhmət eləsin. 2 nəfər savaşır. Bir kişi, bir arvad, cavan ailə, bir qız uşaqda yerdə. Mən bunları gətirdim evdə, danışdırdım, oyan bunları barışdırdım. İndi istəyirəm bunların təzədən əhdlərini oxuyam. Dedim, mən oxuyanda, mən bundan dostum. Elə buna elə belə adlı gəlir. Qoy gedim bir ustad gətirim, o da mühüm olsun buna da, biraz möhkəmləşsin. Getdim o ustadımın yanına, müştəhidlərin birinin dəftərində oturmuşdu, istiftalara cavab verirdi. Dedim ki, bizim evdə belə bir şey var, burada yaxındır, sən xahiş edirəm, orada əqd oturayım. Baxdı mənə, dedim, mən bu 2 saat ki, burada otururam, bu 2 saatımı satmışam bu müştəhidə. Mənim buradan çıxmağa ixtiyarım yoxdur. Çünki mən 2 saat vaxtını satmışam buna. Dedim, yaxşı, bunun yolu yoxdur. Mən xahiş edirəm. Mən gedim o ağadan icazə alsam, siz gələrsiniz, dedi bəli. O ağa icazə versə mənə, mən çıxarım. Çünki mən ona demişəm, gündə 2 saat, saat 10-dan 12-yə gün ortadan qabaq, mən burada oturacağım. O da ayda mənə bu qədər maaş verir. İxtiyarım yoxdur, mən o saatlar oradan çıxarım. Görürsən, belə də adamlar. Adam da var ki, 20 idarədə özü yoxdur, adı gelir. Özü başqa yerdə, özü namazda, adı gelir. Ondan da deyir ki, dua edirəm, qəbul olmuyor. Ondan da gəlir deyir, niyə ki dualarım qəbul olmuyor? Və Allah deyir, dua ilə qəbul edəyəcək. Dedi, qəbul edəyəm. Dedim, yaxşı, onda bir dənə də söz deyir. İndi o müştəhidir ki, sən deyirsən, o dərs deyir. O mənbərdə dərs deyir. Mən gedim mənbərdə tutum onu deyim, hələ sən belə olmaz. Sən bilirsən ki, onun mənə lütfü var. Mənim sözümü yerə salmaz. Sən gəl oxuyub, 10 dəqiqə çəkəcək. Mən 1 saatdan sonra gedib icazəsini aldım. O biraz qaldı, yerə baxdı, nə məndən keçə bildi, nə sözü istala bildi. Məcburiyyət qarşısında dedi, mən sənin sözü yerə salmıram. Bilirəm ki, sən icazə alacaqsan, bilirəm də ki, o sənin sözü yerə salmayacaq, icazə verəcək. Durdu, gəldi. Əqdi oxudu, çay da içmədi, durdu. Dedi, mən vacib əqdi oxuyuram, bundan artıq oturmuram. Çay da içmədi, getdi. Buyuracaq ki, adlı bir şey. İndi axşam olur. Mən getmişəm o ağanın yanına, hansı ki o dəftərxanalar olmuşudur. Salam, ehtiram, ədəb filan, dedim, ağa bir xahişə gəlmişəm üstünüzdən. Dedi, buyur. Dedim, mən sizin bu işinizi ki, mənim də ustadımdır. Gəldim, xahiş elədim, o da əvvəl gəlmədi, dedi, mən vaxtımı satmışam sizə. İndi mən xahiş elədim, dedi ki, evi yoxdur. Mən dedim, icazə aldan sonra sən gəl. O da məcburiyyət qarşısında qəbul elədi. Mən indi gəlmişəm, onun iznini istəyirəm. Əvvəl aparmışam, indi gəlmişəm iznini istəyirəm. Bu baxdı mənə, bir gülümsüdü. Dedi ki, izni verirəm. Allah buna da əcr versin. Sən də ki barışdırırsan, onları da səlamət eləsin. Xoşbəxt eləsin. Bu qutardır. Sonra mənə bir hadisə danışdı. Dedi, bu iş olacaq.
Dedim, necə olacaq? Dedi, mən uşaqdım. 10-11 yaşım vardı. Atam Nəcəfdəydi. Mən də atamla Nəcəfdəydim. Atası müştəhid oldu. Deyir, yay tətilində gəlmişdik İranda, öz şəhərimizdə yay vaxtı idi, yaxşı əriklər var idi, bağlar var idi. Deyir, keçdik, bir dostum var idi, 11 yaşında, 12 yaşında məndən yaşır. İkimiz o bağdan keçəndə girdik o bağa. Dostum dedi, nə yaxşı əriklər var. Dedim, çox gözəl əriklər var. Gedək, bunun sahibini tanıyıram, qonşumuzdur, özü də yaxşı adamdır. Gedək izin alaq, ondan sonra gələk əriklərdən yiyək. Bağçılardan icazə alanda verirlər də, bağdan yaxıda yesin ev yoxdur, aparmaq olmaz. Amma bağda yeməyin ev yoxdur. Deyir, dedim, gedək icazə alaq, gələk ərik yiyək. Deyir, dedi, yox, o yaxşı adamdır. Əvvəl ərik yiyək, sonra gedək icazə alaq. Deyir, mən onun sözünə baxdım. Baxmamalıydım. Əsli qanunun buyurdu ki, əvvəl gedəm icazə alın. Amma deyir, yox, mən onun sözünə baxdım. Bağda çıxdıq ağaca. Ərik yedik. Doyandan sonra getdik, dedi ki, ay əmi, ay dayı, sənin bağında ərik yemişik. O da atasına rəhmət izni verdi. Dedim, mən uşaqlığımda əvvəl əriki yedim, sonra izin aldım. Bu iş olmalıydı. Gördün hesapsızdır dünya. Görürsən necə dəqiq hesablar var pərdənin arxasında. Zərrə qədər gözü açasan, zərrə qədər bu aləmə baxasan, görərsən, əgər bir dənə ağacın başında bir quş əyləşib, o da hesab üzü ilə əyləşir. O da mühasibələr üzü ilə əyləşir. Ona görə də Zilhəccə ayında və qeyri-Zilhəccə ayında hər bir əməl ki bizə deyirlər, bunun savabı budur, bunun ibadətin nəticəsi budur, bunun xeyri budur, bunun ziyanı budur, onların hamısı bu dünyanın qanunlarının içindədir və o qanunlar bizdən icazə alınır, öz işini görür və özü öz bildiyinə də çatır. Allahümmə inna نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله